Salam əziz şagirdlər, abituriyentlər. 9 mart tarixində keçirilən imtahan suallarına bir daha nəzər yetiririk. Sualları yenidən təhlil edirik. Videoya başlamazdan əvvəl qeydlərimizi götürməyi unutmuruq və ilk öncə sualı özünüz nəzər yetirirsiniz, variantı tapırsınız, qeydlərinizi aparırsınız və daha sonra mənimlə bir yerdə yenidən təhlil edirsiniz. Vaxt itirmədən keçirik 7-ci sualı, çünki 1-dən 6-ya qədər dinləmə testləridir. Choose a pair of words with opposite meaning istəyir bizdən, yəni əks mənalı sözlər istəyir. A variantında massive, large, massive geniş, böyük, nəhəng deməkdir. Large da həmçinin geniş deməkdir. A variantı sinonimə daha çox uyğun gəlir. C variantında mild, soft, hər ikisi yumşaq deməkdir. Bizdən əks istəyir. E variantında strong, powerful, güclü, qüdrətli deməkdir. E variantında çıxırıq. D variantında defensive, protective. Defensive müdafiə, protective də qoruyucu, mühafizəkar deməkdir, himayəkar deməkdir. Yəni bu da uyğun gəlmir. Əks lazımdır bizə. Previous B variantında əvvəlki, next sonraki deməkdir. Bəli, bu əks mənalı sözlərdir. Cavabımız olur B variantı. 8-ə baxaq. The girl looked at in the mirror. Bizim mübtədamız the girl, qız. Bu hansı cinsdir? Təbii ki, qadın cinsinə aiddir. Variantlarda, yəni cins kateqoriyasından biz bunu she ilə əvəz edərik şəxsinə. She looked at in the mirror və yaxud da the girl looked at in the mirror deyərik. O zaman refleksiv pronoun, yəni qayıdış əvəzliyi kimi herself seçərik. Yəni qız güzgüdə özünə baxdı. 9-cu testə baxaq. The supervisor boşluq is a engineer to. Baxın, bizə burada to hissəciyini verib. To hissəciyini veribsə, deməli biz complex object, yəni mürəkkəb tamamlıq dərsimizi, qrammatikasını yadımıza salmalıyıq ki, hansı feillərdən sonra to hissəciyi işlənər, hansı feillərdən sonra to hissəciyi işlənməz. Məsələn, expect to işlənər. Let to-suz işlənər. Made to-suz işlənər. Ask to ilə bəli işlənə bilər. Cavabımız olur 1 və 4 D variantı. Və əlavə edək ki, make, made, yəni make məcbur etmək mənasında bəzən ola bilər, to ilə işlənir, amma nəyisə düzəltmək mənasında işlənmir. 10-cu testimizə baxaq, düzgün variantı istəyir bizdən. Photo which was taken by William. Baxın, isimdən sonra bir təyin edici ifadə var. Yəni William tərəfindən çəkilmiş deyirəmsə, mən burada artıq qeyri-müəyyən yox, müəyyənlik artiklından istifadə edərəm. The photo which was taken by William was the best one olar. Təbii ki, best Z ilə işlənər. Cavabımız olar C variantı. 11-ci testdə düzgün variantı istəyir. Some of the insects are harmful, others are beneficial deyir burada. Harmful zərərli, beneficial isə faydalı deməkdir. Yəni insect nə deməkdir? Həşərat deməkdir. Həşəratların bəziləri zərərli, amma digərləri faydalı desək daha uyğun olar. Variantlarda bağlayıcılara baxaq. As kimi, çünki, so, beləliklə, but, amma, how, necə, because, yenə çünki deməkdir. Yəni, düzgün yerinə qoysaq, daha çox but uyğun gələr. Bəziləri zərərli, amma digərləri isə faydalıdır. 12-ci testə baxırıq. Make up a sentence istəyir bizdən, yəni düzgün cümlə qurmaq. Baxırıq, bizə birinci təbii ki, nə lazımdır? Mübtəda lazımdır, sonra xəbər lazımdır, sonra tamamlıq lazımdır. Yəni cümlə quruluşu bu sırayla getməlidir. Salad, salat deməkdir. The girls, qızlar deməkdir. 20 minutes, 20 dəqiqə. Have been making, hazırlayırlar. For, burada ki mənasında işlənə bilər. In the kitchen, mətbəxdə. Salat da var, the girls da var. Bax, yəni qızlar salata hazırlayır, düzdürmü? Ona görə bizim mübtədamız 2 ilə başlayacaq. Xəbərimiz hansıdır? Have been making olacaq. 2, 4. Tamamlığımız nədir? Salat, yəni salad olacaq. 2, 4, 1. Baxırıq variantlarımıza. C variantı uyğun gəlir. Yenə də davam edək. Daha sonra
The girls have been making a salad in the kitchen. Artıq zərfimizə verdik. Yəni harda hazırlayırlar? Mətbəxdə hazırlayırlar. Və daha sonra keçirik deməli neçə dəqiqədir ki, artıq burada for ki mənasında işlənir. 5-i verəcəyik və daha sonra 3-ü verəcək. Yəni 20 dəqiqədir ki, hazırlayırlar. Cavabımız olacaq 2, 4, 1, 6, 5, 3 D variantı. Ümumiyyətlə, yəni sıralamada ilk üçlüyü tapdınızsa, vaxt itirmədən artıq həmin variantı dairələsəz daha uyğun olar. Çünki vaxt, zaman qiymətlidir. 13-cü testə baxırıq. My niece speak French but my nephew. Biz bilirik ki, bağlayıcı dərsindən, yəni qrammatikasından but bağlayıcısının bir tərəfi təsdiqdədirsə, digər tərəfi inkarda olmalıdır. Ona görə hər iki tərəfi təsdiqdə, hər iki tərəfi inkarda olan variantları avtomatik çıxırıq. A variantında can verib isn't able-ın burada to'su yoxdur. Ümumiyyətlə can'i veribsə can'lə də və ya cavab verməli idi. A variantı gedir. B variantında da onun kimi burada is able-ın to'su yoxdur. Cavabımız olur E variantı. My niece can speak French but my nephew can't. Yəni mənim bacım qızı fransızca danışır, amma bacım oğlu danışa bilmir. Cavabımız olur E variantı. 14. Burada definitionlardır. To bother, to trust, to alter sözlərinin tərcümələrini bilməliyik biz. İlk növbədə to bother kimisə narahat etmək, canlı boğazına yığmaq mənasında işlənər. To trust inanmaq deməkdir. To alter isə dəyişdirmək deməkdir. Baxırıq. A variantında to believe bizə nəyi göstərir? Trust sözünü göstərir. Yəni to trust inanmaq, to believe inanmaq. Deməli 2-də cavabımız olacaq A. To bother dedik, narahat etmək, canını boğazına yığmaq deməkdir. Məsəl üçün burada bizə açar söz to annoy sözüdür. O da zəhləsini tökmək deməkdir, kimisə narahat etmək deməkdir. Elə bir də cavabımız olacaq C. Və 3-də də olacaq B variantı. Yenə də baxaq. To alter dəyişdirmək, baxaq to make something different in some way. Yəni müxtəlif yolla düzəltmək deməkdir. 1C, 2A, 3B cavabımız olur B variantı. 15-ci testdə compound noun istəyir. Mürəkkəb isimlər. Biz bilirik ki, 2 və daha artıq sözün birləşməsindən yaranır. Məsəl üçün A variantında information olmaz, B variantında brotherhood olmaz, C variantında agreement olmaz. Bunlar düzəltmə isimlərdir. D variantında darkness olmaz, amma E variantında shoemaker, mindset, snowdrop ifadələri olar. Cavabımız olur 15-də E variantı. 16. Complete the sentence istəyir. Bu tipli cümlələrdə baxın, when-dən sonra, yəni indirect object deyirik, indirect questionlar deyirik. Burada söz sırası olduğu kimi qalır. Yəni dolayı sual deyirik biz buna. Söz sırası dəyişmir. Necə var elədir. Yəni do you know when he does his morning exercises verəcəksiniz. Cavabımız olacaq A variantı. Yəni does he olmaz, çünki zaten cümləmiz sualdadır. Do you know ilə başlayır. Yenə deyirəm, when-dən sonra artıq bu tipli suallarda bilməliyik ki, indirect question deyirik, dolayı sual deyirik. Söz sırası adi cümlə kimi olmalıdır. Cavabımız olur 16-da A variantı. 17-də düzgün interrogative sentence, yəni düzgün sual cümləsini istəyir bizdən. How many documents did ilə verməliyik. Cümləmizi təbii ki, köməkçi fe'limiz və biz bilirik ki, didlə sual veririksə, qaydalı fe'ldirsə ed düşməlidir fe'lin sonuna, qaydasızdırsa kökündən dəyişməlidir. Sign imzalamaqdırsa artıq signed yoxsa ilə sign olar. Cavabımız olacaq B variantı. How many documents did you sign olacaq B variantı. Məsəl üçün A variantında ed var, həm də didi yoxdur. C variantında did verib, həm də ed verib. D variantında did signed cümlə quruluşu da düzgün deyil həmçinin və E variantında you did sign deyilən bir ifadə yoxdur. Cavabımız olur 17-də B variantı. 18. Düzgün variantı istəyir. The professor talk həmişə to ilə işlənər. Talk to his college, his students. Baxırıq. Professor danışdı öz kolleqasına, deməli his
şagirdləri haqqında, tələbələri haqqında deyərik, düzdürmü? In his students yox, to olmaz, of tələbələrin olar. İkinci tərəfi boş saxlaya bilmərik. Yəni his college, his students məntiqən uyğun gəlmir. Tələbələrində də deyə bilmərik. Ona görə A-dır, B-dir, C-dir və E variantlarını çıxırıq. Cavabımız olur 18-də D variantı. The professor talked to his college about his students. About, baxın burada bu sözünü həm təxminən, həm də haqqında mənasında işlənir. Məsəl üçün about 50 people deyiriksə, burada təxminən 50 insan nəzərdə tutulur. Amma kiminsə haqqında danışırıqsa, artıq orada about haqqında mənasında işlənir. 19-a baxırıq. 19-da zəm bağlayıcısı varsa, deməli biz müqayisə dərəcəsinə baxmalıyıq. İstər sifət olsun, istər zərf olsun. Və burada çaydan söhbət gedir ki, this river is. Variantlarda wide, geniş, long, uzun deməkdir və tək hecalıdır. Tək hecalı sifətlər müqayisə dərəcəsində sifətin sonuna er şəkilçisi artırmaqla düzələr. Baxırıq variantlarımıza, E variantı uyğundur. A variantı adi dərəcədədir. B variantında more verib, sonra er verib. D variantında birini erlə verib, digərini adi dərəcədə saxlayıb. C variantında isə əksinədir. Ona görə cavabımız olur 19-da E variantı. Keçirik. Deməli, 20-ci sualda bizə deyir ki, hansı cümlələr passive voice-ə çevrilə bilməz? Passive voice məchul növdür. Biz məchul növ qaydasından bilirik ki, mütləq cümlənin mübtədası və tamamlığı olmalıdır. Yəni, tamamlığı olmayan cümləni biz məchul növə çevirə bilmərik. Yəni, bir obyekt olmalıdır. Məsəl üçün, birinci cümlədə deyir ki, Alice went to the park to read a book. Alice parka kitab oxumağa getdi. Burada obyekt yoxdur, tamamlıq yoxdur. Yəni, biz bunu çevirə bilmərik. Ona görə biri götürürük. Çünki bizdən də deyir ki, çevrilə bilməz. 2-də deyir ki, Bazardüzü is the highest peak in Azərbaycan. Bazardüzü Azərbaycanın ən yüksək zirvəsidir deyir. Burada da tamamlığımız, obyektimiz yoxdur. 2 də ola bilər. 3-ə baxaq. The teacher assessed the presentations about Shakespeare. Bəli, burada the presentations təqdimat deməkdir. Təqdimatları assess isə qiymətləndirmək deməkdir. Yəni, müəllim Shakespeare haqqında təqdimatları qiymətləndirdi. İndi biz bunu dəyişə bilərik ki, the presentations were assessed by the teacher. Yəni, müəllim tərəfindən qiymətləndirildi. Ola bilər. 3 bizə yəni uyğun gəlmir. Çünki bizdən deyir ki, hansı çevrilə bilməz. Çevrilə bilər, yox, çevrilə bilməz. 4-cü cümləmizdə isə deyir ki, Sally saw two deer in the national park yesterday. Baxın, deer burada artıq tamamlığımızdır. Tamamlığı mübtədanın əvəzinə qoya bilərik ki, yəni 2 maral parkda görüldü. Two deer were seen in the national park yesterday deyə bilərik. Bu da olmaz. Cavabımız olacaq 1-2 A variantı. 21-ci testə baxırıq. You would better not buy shoes. They will hurt you when you ifadəsinə baxırıq. Baxın, bu tipli cümlələrdə, yəni zaman budaq cümlələrində when-di ola bilər, after, before, as soon as, until, yəni bu tipli cümlələrdə gələcək məna olsa da biz artıq bunlardan sonra indiki zaman işlətməliyik. Yəni you would better not buy those shoes. Yaxşı olar ki, sən o ayaqqabıları almayasan, onlar sənin ayağını zədələyəcək. Birinci tərəf gələcək zamandadır artıq. Deməli, when-lə olan ikinci tərəfi biz indiki sadə zaman, yəni present simple-da verməliyik. Cavabımız olur B variantı. 22-ci testdə yenə düzgün variantı istəyir. Baxaq, Jane traveled a lot last year. Baxaq, cümləmiz təsdiqdədir. Təsdiqdədirsə biz ikinci tərəfi də təsdiqdə verərik. Yəni, so duay, nazə duay ifadəsinə daha çox uyğun gəlir bu cümlələr qrammatikaya. Məsəl üçün, nazəni niyə verək? Çünki cümləmiz inkarda deyil birinci tərəf. So ilə nazə bir yerdə işlənməz. Sonra keçirik
Ayzə inkar cümlələri də sonda işlənər, amma bizim birinci tərəfimiz təsdiqdədir. Və E variantında butla to-nu da verə bilərik, məntiqən uyğun gəlmir. Yəni deyir Jane keçən il çox istirahət etdi, amma onun bacısı da həmçinin yox. Bu da uyğun gəlmir. Cavabımız olur A variantı. Jane traveled a lot last year və həmçinin onun bacısı da deyə bilərik. 22 də olur A variantı.